İcazə həqiqətən də mən idmanı sevirəm. İdman böyük bir siyasətdir. Və mən bu komandaya qoşulmağıma və sizlərlə olmağıma böyük üzümə fəxr edirəm. Və mən beynəlxalq hüquq ekspertiyəm, hüquq və fəlsəfə doktoruyam, ARHD Asaytında rəhbəriyəm. Ancaq həqiqətən də bu federasiya gözəl bir federasiyadır. Tərif deyil, mən hüquqşünas olaraq mən hər bir zaman haqlara söykənərək bəyanatımı və ya da fikrimi söyləyirəm ki, bu federasiya gözəl federasiyadır ki, Azərbaycan Respublikamızın Cənab Prezidentin nəvəsi Əminə xanım bu federasiyada məşq edərək Avropa ülkəsində Azərbaycanımızın gözəl müqəddəs bayrağını qaldıraraq və Azərbaycan himnimiz çalınır. İdman siyasəti çox gözəldir. Mən müəllimə də çox təşəkkür bildirirəm ki, həqiqətən Əminə xanımın üzərində idman sahəsində gözəl məşq öyrədərək və Azərbaycan Respublikamızın vətəndaşı Əminə Əliyeva qalib olaraq Azərbaycan bayrağımızı qaldırdı və sizin səbəbləriniz. Mən bu federasiyaya uzun ömür arzulayıram və mən əminəm ki, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq, bir hüquqşünas olaraq, Azərbaycan dövlətimiz hüquqi demokratik dövlətdir. Azərbaycan dövləti bu federasiyaya diqqət qayğıda göstərəcək və buna da əminəm ki, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid müəllim də bu federasiyaya da diqqət və qayğı göstərsin. Eşq olsun yeni komandamıza, bəli, sağlam ruh, sağlam düşüncə insanlara və mən əlimdən gələni əsirgəməyəcəm. İnşallah buna tam əminəm ki, bu federasiyamız, bu idmanımız, bu klubumuz Avropada böyük təmsil olaraq Avropada bunu tanıyır və tanıyacaqdır. Sağ olun.